Öncə təşəkkür edirəm ay doktor vaxt ayırdığınız üçün. Bildiyiniz kimi sıra gün bir sıra intisablar nizami orqanların fərmandehliyinə yeni rəhbər tərəfindən hökmləri sadır oldu ki, ibarətdir Sərdar Sərləşkər, Xələban Pasdar, Ali Abdullahi, rəis sitadı Kulli Niruhi Musallah oldu. Ay Abdullahi Əhmədi Necad dövlətinin ustadarı idi. Gilan və Simnanın ustadarı olmuşdu. Özü də rudbarlıdır, şumallıdır. Əmir Sərtib Kişimərsi Heydəri Canişin rəis stat Kulli Niruhi Musallah ki, bu da Kirmanşahlıdır. Sərdar Sərtib Pasdar, Əhməd Vəhidi bu etay dərəcə sərləşkəri fərmandığı Kulli Sipah ki, Əhmədi Necad dövlətinin vəzir difası və rəis dövlətinin də vəzir keşvəridir. Bu da Şirazlıdır. Sərdar Sərləşkər Pasdar Mustafa İzadi bu da Nəcəfabad İsfahanlıdır. Canişin fərmandığı Kulli Sipah oldu. Fərmanda Niruy Dəryayı Sipah Sərdar Dəryadar Pasdar Əli Uzmay. Bu da Cünubludur. Bir də rəis sazman Bəsiz Müstəzəfin Hüseyn Tayyib. Bu da Tehranlıdır. Görürsünüz ki, bunların heç birisi Azərbaycanlı deyil. Mən şəxsən buna çox narahat oldum, üzüldüm. Biz yadımıza gələndən eşitmişdik ki, İranın divan dərbar dili farsı olsaydı da qoşun dili türkü idi üçün. Türklər idilər qoşunda. Və hənuz də nizami istilahlar elə gənə də bizim qulağımıza tanış gəlir üçün öz dilimizdədir. Ancaq gəlib əlan bu nöqtəyə yetişmişik ki, bir dənə Azərbaycanlı bu nizami qoşunların başçılığında ya canişinliyində filanında yoxdur. Bunu biz başarısız olmuşuq ya pərdə arxasındakı əllər nizami sahədə də Azərbaycanlıları paksaz eləyiblər. Səssiz, sədasız yavaşca paksaz eləyiblər bu günəcən. Hər halükarda sabahki günü lazım olsa, yeri gəlsə, bizim nizamilər torpaqlarımızı qoruya biləcək. Yəni silsilə məratib Tehrandan fərmandeh dəsturu verməsə, bunlar da bir iş görməyəcək ta. Məsələn, Kürdlər topundan, tankla, təyyarə ilə, pəhbadla qonalar bizim başımızın üstündə və bir soyqırım yaparlar. Mərkəzdə bu qətlə amı siyasi kart kimi istifadə eləmək üçün fərman həmlə ya difa ya hər nizami iqdam verməyə ya hətta əgər qoymayıblar bizim nizamilər yuxarı mərtəbələrə qalxsın, pəs yuxarı nizami təxəssüsləri demək olar yoxdur da. Yenə də məsələn bu bir zəfidir, bir nizami zəfidir da. Bu da elə gənə adam çox nigaran eləyir. Mənim zehnimdə bu nigaranlığı qabaqdan zəminə saz eləyən bu idi ki, Azərbaycanlılar qabaqdan o biri ərsələrdə də paksaz olublar. Yəni bir məmləkətin idarə eləməyinə 3 güc lazım olsa, biri nizami güc, biri iqtisadi güc, biri də siyasi güc. İqtisadi güclər yığışıb Azərbaycandan xaric bölgələrə və qeyri-Azərbaycanlıların əlindədir. Nizami gücdəki bu cür siyasi zəminədə, siyasi gücə baxanda mən realisti baxanda görürəm ki, baxmayaraq ki, rəis cümhur Azərbaycanlıdır, bəli əməldə gücsüzdür. Hətta oracan ki, özünün də halı yoxdur, qanuni ixtiyarlarından istifadə edir. Nə öz fikrindədir, öz ayəndə siyasətinin fikrindədir, nə bizim fikrimizdədir, nə bizə görə, Azərbaycana görə bir məsuliyyət hissi daşıyır ki, ona görə məsələn bir iqdami, bir siyasi hizbi məsələn təsis edə filan. Heç zət yoxdur. Kollən ötürüb öz başına. Və biz deyəndə mən Azərbaycanlıları deyirəm. Və biz əlan nə siyasi gücümüz var, nə iqtisadi gücümüz var, nə nizami gücdə payımız var. Yəni biz bu məmləkətin idarə eləməyindən kollən oğut olmuşuq. Siz bunları necə dəyərləndirirsiniz və yaxın gələcəyi necə görürsünüz? Opozisiyanın ayəndə siyasətinin necə piş bilir? Mən yadıma gəlir onda biz intixabata müxalif olanda ki, bizə intiqadlarımızın tərkişi opozisiyana dəyərdi və yadıma gəlirsiniz onda bir təpki göstərdiniz. İstəyirəm görəm, hənuz ondakı təsəvvürünüz opozisiyana, bu dövlətə, bu rəis cümhurun caygahına, bu təsəvvürünüz qalır yerində, ya əvəzlənib, ya pozulub, indi necə fikirləşirsiniz? Dəvət etdiyiniz üçün mən təşəkkür edirəm. Hər şeydən öncə bunu deməliyəm ki, siz də dediyiniz kimi dünənlərin Sipahan və nizami qüvvələrin üst rütbəli fərmandehlərini seçilməsi dildə və ya xəbərdə gedilən Mustafa Xameneyinin tərəfindən seçilmiş. Bildiyiniz kimi Mustafa Xameney indiyə qədər nə görüntüsü və ya nə videosu çıxmayıbdı. Deyişlərə görə bəzilərinin yəni fikri budur ki, bu intisabat ya bu məsul təyin olmalar Sipah tərəfindən olur və Sipah tərəfindən deyil,
həm quruluş zamanından biraz sonradan farsların əlində olduğu üçün təbii ki, bu intixabatda türklərə yer verməyəcəklər və bu seçilən insanlarda siz dediyiniz kimi onların ekiplərinə yaxın olan bir sıra insanlardılar və Pezeşkiyanın da son olaraq Cumhurbaşkanı seçilməsi bunların son şansları idi. Yəni Pezeşkiyan seçilməsəydi də Cumhur-İslami adında bir şey qalması və ya mərdumun bu qədər Cumhur-İslamiyə o zaman gəlib rəy verməsi sırf Pezeşkiyanın və türklərin son bu hakimiyyətdə faktor olması idi. Amma bu seçimlə onu göstərirlər ki, var olan türkləri də Cumhur-İslaminin bədənəsindən çıxarmaya çalışırlar və onları oradan həsf etməyə. Bizə görə bu seçim kimin tərəfindən olmuş olsa, yəni Müştəbə Xameneinin tərəfindən də şəkili olmuş olsa ya Sipahan tərəfindən olmuş olsa da bu Pezeşkiyan teyfinin və ya o düşüncədə olanların əleyhinə və yəni toplamda Azərbaycan və Türk millətinin əleyhinə bir seçmələrdir. Dönəm-dönəm Cumhur-İslamısı olsun, Pəhləvisi olsun, yəni Qacar İmperatorluğundan sonra türkləri İran siyasətindən həsf eləmə həm pratik olaraq və həm sistematik olaraq İran coğrafiyasında çalışılıb və son dönəmlərdə də, yəni inqilabın əvvəlinə baxdığımızda bir sıra insanlar adı türk olmuş olsa da siyasətdə və nizami qolda və ya iqtisadi bölümlərdə çalışanlar var idi. Amma inqilab biraz yəni özünü təsbit etdikdən sonra ilk hədəfləri və ilk bərnamələri türkləri siyasətdən, nizamidən və iqtisaddan uzaqlaşdırsınlar və son illərdə də baxın Azərbaycanın həm siyasi gücü, həm nizami gücü, həm iqtisadi gücü nə durumdadır? Bəllidir, Urmiyədəki olan ləşkərləri, Təbrizdəki olan padğanları, ləşkərləri tamamilə sildilər, süpürdülər. Yəni bir şey qalmadı. Bu arada Azərbaycan Milli Hərəkətinin də fəaliyyəti millət içində gücləndiyində Cumhur-İslaminin də daha qati və daha moğrizanə Azərbaycan Türk millətinə qarşı siyasətlərini yürütdü. Müxtəlif yollarla türkləri və Azərbaycanlıları Tehrandakı o siyasət dairəsindən, nizami dairəsindən və iqtisadi dairəsindən uzaqlaşdırmaya çalışdılar və dönəm-dönəmdə biz buna şahid olduq və etirazlarımızı da bildirdik və əlimizdən gələn də ki, biz hər şəraitdən istifadə etməliyik. İstər siyasi olsun, istər nizami olsun, istər iqtisadi olsun, biz orada huzurumuz olması lazımdır. Və bu əsasda baxdığımızda biz Cumhur-İslamini onaylamadıq, heç zamanda onaylamamışıq. Amma təəssüflə və ya gerçək budur ki, bir sıra Azərbaycanlılar və türklər də Cumhur-İslaminin bədənəsində haqlı olaraq vardılar. Yəni Pezeşkiyandan tutmuş, ya keçmiş dönəmlərdə Əhməd Həkimburdan, Ələmidən, Qazipurdan filandan çoxdular da bunlar dil olaraq da məsələn olduğu yerlərdə də türk olduqlarını iddia etdilər. Və son dönəmlərdə də Pezeşkiyan aday olduqdan sonra da ilk yəni adaylığında verdiyi şüarlar da türklərə səslənib və türkü şüarı vermələri və içəridəki olan dostlarımızın da çoxunun bu qərara gəlməsi ki, biz Pezeşkiyandan bu fəzasından istifadə edirik və onun Cumhurbaşkanı olmasını dəstəkləyirik. Yəni tamlıq seçkiləri yox. Oradakı o zaman da bəhs belə gedirdi ki, o millət, o adamlar ki, seçkilərə qatılmaq istəyirlər. Nə yaxşı ki, Pezeşkiyandan himayət eləsinlər və bu əsasda da Pezeşkiyanın o insanlarımızın, o dostlarımızın fikirlərinə və etiqadlarına ərziş qarşılıq, dəyər verərək biz onlara qarşı şəxsi olaraq çıxmadıq və millətin də seçiminə sayğı göstərdik və
bəlli də oldu ki, nə olduğunu. Və Pezeşkiyanın baxsanda seçildikdən də sonra biz yazıq ki, Pezeşkiyanın təəssüflə öz şəxsi karakterindən və öz şəxsi o vicəcisindən dolayı olaraq bir cəsur və demək olar ki, o güclü bir şəxsiyyət deyil. Hər zaman hakimiyyətə və olduğu sistemə bağlı olduğu üçün üstdən nə əmr gəlsə ona tabidir. İstər o kabinəni seçməsində ya başqa seçimlərində bəllidir ki, fikrinin başqa və demək olar ki, İran şəhri və Cumhur İslaminin fikri babalarına vermişdi və indi də şahid oluruq ki, bütün yerlərdə Xameneyi öldükdən sonra bunun ixtiyaratı və demək olar ki, İran qanun əsasına baxdığımızda gücü hər kəsdən çox olacaq. Amma görürük ki, yox, bu iş meydanda oxutmurlar. Onda dedim də Pezeşkiyanın öz şəxsiyyətindən və öz karakterindən asılıdır. Pezeşkiyanın durumu nə olacaq? Əslən Pezeşkiyan bir dənə indiki durumda Cumhur İslamidəki olan türklərin simvol olaraq nə ola biləcək? Keçmişdə də bu halətlər olub. İstər Şeyx Məhəmməd Xiyabani dönəmində, istər rəhmətli Mir Cəfər Pişəvəri zamanında nələr olub? Öz millətinə qayıtdıqdan sonra həm öz o gücünü alıbdı və həm öz mövqini tapıbdı. Yəni biz Pezeşkiyanda o şey görə bilmirik, o karakter görə bilmirik ki, öz millətinə qayıda və Azərbaycan və türklüyü İranda dirçəldə. Amma son çarəsi ya əməli çarəsi bu olmalıdır ki, onu seçən insanlara, onun arxasında duran, indi də baxın, Əlahəndə Pezeşkiyanın bu durumda düşməsinə baxmayaraq bir sıra az-maz da onların himayət edən varsa, türklərdilər və Pezeşkiyanın yenə dəstək verməsinə də davam edirlər. Başqa yerlər istər usulçusu olsun, islah tələbi olsun, səltənət tələbi olsun, nə mücahid olsun, filan olsun, bir sıra bu tələb filanlar var da. Onlar tamamən Pezeşkiyana qarşıdırlar və Pezeşkiyanı da onların baxışından bir türk sembolü onlar görürlər, onun üçün saldırırlar. Yoxsa onun yerinə Cəlil olsaydı ya başqası olsaydı bu qədər ki Pezeşkiyana saldırırlar, ona saldırmazdılar. Amma Pezeşkiyan görünən budur ki, bu son seçimlər, son intisabatlardan sonraki mənim baxışımda Mustafa Xameneyi yox, Sipahan fərmandehi seçibdi. Bu intisabatı edibdi. Pezeşkiyanın həsf olmasına şahid ola bilərik. Yəni Pezeşkiyanın Cumhurbaşqanı durumunda son günləri təəssüflə şahid ola bilərik və Pezeşkiyanın həsf olması çoxlu şeylərə səbəb olur, ziyanlara səbəb olur. Özəlliklə indiki ixtiyaratı olmasa da bir məmləkətin Cumhurbaşqanıdır. Rəy alıb, səs alıb o məqama çatıbdır. İçəridə qarışığa və güc də indiki halətdə o dediyiniz İsfahan, Məşəd, Azərbaycan bölümü olsa da hər yerdən Azərbaycanlıların əlini kəsməyə çalışırlar və Pezeşkiyan da daxil olaraq onların həsf olmasına şahid ola bilərik. Bunu deyim ki, mən Pezeşkiyanın və onun dostlarının və ya onun həmkarlarının müşaviri və ya danışmanı deyiləm. Pezeşkiyan nə iş görürsə o yaxın dostlarının ki, təəssüflə gələn xəbərlərə görə onlara rəy verən və onların üçün həzinə verən, səs toplayan, etibarlarını araya qoyan və millətə ağız açan ki, Pezeşkiyan da bizdəndir, yəni eləyə bilər Azərbaycan üçün bir faydası olur, onların fikrini deyirəm. Təəssüflə onların çoxunu qırağa qoydu. Elə bu həman Pezeşkiyanı həsf edən adamlar Əhməd Vəhidi, Hüseyn Tayyib, Qalibov, Laricani və ya onların teyfinə bağlı həm istər İsfahan teyfi olsun, istər Məşəd teyfi olsun,
həm Sipahda və ya İttilaatda və ya başqa yerlərdə Pezeşkiyan onlarla işbirliyi etdi. Azərbaycana da gəldiyində sinə vurmaqda, mərsiyə oxumaqda, təziyə yerinə getməkdə belə bir işlərlə məşğul olur. Pezeşkiyanın baxdığınızda çoxlu icraî bir insan olduğunu görürsən, ta siyasi bir insan olmağına və saydığınız keçən cumhurbaşqanların İran rejimində olanların bəziləri öldülər, bəzisi qaçdı, bəzisi də yəni Xameneisi, Rəfsanjanisi olsun ki, ən müvəffəqləri bu ikisi idi da. Cumhurbaşqanlıqdan sonra özlərinə bir sıra tefsat hazırladılar, özlərinə güc hazırladılar, hakimiyyətin içində bədənələrini bərkitdilər və gələn planlarda da özlərini bir siyasi faktor kimi göstərə bildilər. Amma Əhmədnəcad olsun və ya Xatəmisi olsun və ya Ruhanisi olsun, bunlar rejimin öz adamlarıdır və özlərinə də bir köynə Pezeşkiyan kimilərdən yaxındılar. Təbii ki, onlardan himayət olunacaq. Niyə ki, sistemin istər əmniyyəti olsun, istər sipahı olsun, bunlara bağlıdırlar. Yəni biz nə qədər də deyiriksə, bəziləri də qəbul etmir. Özəlliklə öz millətimizin içərisindəki olan bəzi məsullar adlandırdığımız və Cümhuriyyət İslamidə içərisində fəaliyyət edənlər qəbul etmir ki, yox, burada fars-türk məsələsi yoxdur. Amma hər gün şahid oluruq ki, niyə məsələn bir türklərdən heç bir yerdə çoxlu istifadə etmirlər və ya izin vermirlər. İstər onlar məsələn Əhmədnəcad olsun və ya Ruhanisi olsun və ya Xatəmisi olsun və ya başqaları olsun ki, hakimiyyətin içində davam etmişlər. Onlar nirularının, yəni istər əmniyyəti niruları olsun, hakimiyyətin fars qollarıdırlar. Onlara dəstək verirlər. Bizim məntəqədə, Azərbaycanda olan əmniyyəti güclərdə təəssüflə mərkəzdən və ya adlandırdığımız Tehrandan dəstur alırlar. Bizim fəallarımızın mühakiməsi ya öz mühakiməmizi bizə deyərdilər, hər kəsdə ki buna qulaq asıb və ya bu sabiqəsi var. Tehrandan bizə dəstur gəlib ki, sizin bu fəaliyyətləriniz var. Siz burada nə yaşayırsınız? Əmniyyətin yeri deyilsiniz. Sizin bir çıxarınız yoxdur. Sizin bir özünüzdən bir iradəniz yoxdur deyəsiniz ki, biz bir adamları tanıyırıq. Bunların heç bir yerə bağlılıqları yoxdur. Sadəcə bu millətin içindən çıxıb və bu millətə yardım etmə amacı ilə fəaliyyət edirlər və haqlı olaraq fəaliyyət edirlər. Amma heç zaman bunlarda, yəni bu əmniyyəti güclərdə Azərbaycan içində elə o bir siyasi və icraî məsullar kimi o güc yox idi, o iradə yox idi, o çıxar yox idi ki, olduqları məsuliyyətdən də istifadə edirlər. Həmişə o farslar demişəm, bəli qurbandılar ki, mərkəzdən nə mənə dəstur gəlsə, onu icra etsinlər. Təbii ki, indiki bu çətin durumda Amerika, İsrailin həmləsi və İranın belə duruma düşməsində də onlar ki, bədəni hakimiyyətdədirlər və ya hakimiyyətin o üst rütbələrində vardılar ki, sipaha bağlıdırlar, ittilaata bağlıdırlar, əmniyyəti güclərə bağlıdırlar. Onlar çalışırdı ki, öz yaxınların işə gətirsinlər, özlərini qorusunlar və bu işlə də iki hədəfə çata bilirlər, türklər də həsb edə bilirlər. Mən son olaraq belə deyim ki, Pezeşkiyan kimi və Azərbaycanlıların gerçək seçimi Pezeşkiyan kimi insanlar deyirlər. Pezeşkiyan məcburi halətdə ki, bunu seçsinlər və hətta öz yoldaşlarının da dediyinə görə sırf bir türk olsun deyə seçiblər. Və bizim də bir sıra fəallarımız və millətçilərimiz də buna da bu nəticə gəldilər ki, indiki durumda biz Pezeşkiyana himayət etməyimiz və ya ona dəstək verməyimiz ən azı bu Azərbaycançılığı, türkçülüyü biraz canlı saxlaya bilir. Gerçəyi desək də bəzi konularda özəlliklə Pezeşkiyanın Cumhurbaşqanı olduqdan sonra o kisvətdə, o statusda türkçə danışması fars dilinin rəsmi dil olduğunu, yəni benoyi demək olar ki, qəbul etməməsidir və ya bəzi
etirazları bunu göstərir ki, bəzi sahələrdə də yardımı olubdur. Amma o Cumhurbaşqanlığı olduğu dövrdə niyə keçmiş cumhurbaşqanları kimi və ya məsullar kimi özünə bir mövqeyiyyət axtarmır və ya niyə bir təlaşda deyir ki, verdiyi sözləri, vədələri əməl edə, onu Pezeşkiyan və onun tərəfdarlarından və onun demək olar ki, danışmanlarından, müşavirlərindən soruşmaq lazımdır ki, nə amacda, nə fikirdədirlər. Pezeşkiyanı millət bir saf, sadə bir insan tanıyırlar və onun dediklərinə də bəzi insanlar da inanırlar və siyasi olaraq qəbul olan bir insan deyil. Amma bu üstə dediyim şəkildə əgərsə öz millətinə dönüş yapsa, dönsə, keçmiş müvəffəq təcrübələr ki, siyasi insanlar ki, Tehrandan uzaqlaşıblar və ya hətta bəzi ictimai və ya ədəbi insanlarımız da ki, fars məhvillərindən tərd olublar, qovulublar, öz millətinə gələndən sonra, tərəfinə gələndən sonra dəyər qazanıblar. Pezeşkiyan da o durumu dəyərləndirməsi lazımdır. Ələni olaraq Pezeşkiyanı təhdid edirlər ki, biz bu işləri görəcəyik və sən istefa etməlisən. Və o da çıxır qarşılıq cavab verməsi məncə yetərli deyil və son intisabat da bunu göstərir ki, Pezeşkiyanın durumu çox çətin olacaq və Pezeşkiyanın durumunun çətin olması bəzi insanların inandığı kimi Azərbaycan teyfinin Cümhur-İslami vətənəsində olmasının tamamilə həsf olmasına da səbəb ola bilər.